Düzgün qidadan başlayır. Konservləşdirilmiş meyvə doğrudan da sağlamdırmı? Əvvəllər qida konservləri qurğuşunla lehimlənirdi. O qədər ki, əsasən konservlə qidalanan bəzi insanlar qurğuşun zəhərlənməsindən həyatını itirmiş ola bilərdi. Xoşbəxtlikdən bu problem artıq da yoxdur. Qurğuşun çirklənməsi hələ 1906-cı ildə FDA'nın yaranmasından əvvəl prioritet məsələlərdən biri idi. İndi qurğuşun problemi aradan qalxıb. Bəs konserv qidalar sağlamdırmı? Bu, əsasən, konservin içində nə olduğundan asılıdır. Spam doludursa, keçək. Amma gəlin, konserv qidaya şans verək. Məsələn, konserv meyvə. Meyvə və tərəvəzlərin ürək-damar xəstəliklərindən ölüm riskini azaltdığını bilirik. İnsultun qarşısını almaqda isə meyvə daha da qoruyucu görünür. Amma qidanın emalı bu təsiri dəyişirmi? Bu, uzun müddət bilinmirdi. Bu araşdırma göstərdi ki, emal olunmamış meyvə, əsasən alma və portağal, emal olunmuş formadan daha üstündür. Burada əsas problem meyvə şirələri idi. Bütöv meyvənin şirədən daha yaxşı olması sürpriz deyil. Bəs bütöv meyvə sadəcə konservdədirsə? Qida tövsiyələri bütün meyvələri təzə, dondurulmuş və konservləşdirilmiş təşviq edir. Amma yeni araşdırma göstərdi ki, konserv meyvə insanların daha uzun yaşamasına kömək etmiş. Hətta təzə və ya qurudulmuş meyvədən konserv meyvəyə keçid ömrü qısalda bilər. Niyə? Qurğuşun yoxdur, amma başqa problem var. Konservlərin iç səthində istifadə olunan BPA adlı plastik maddə. Bu maddə qidaya keçə bilər və meyvənin faydasını balanslaya bilər. Üstəlik, konserv meyvələr çox vaxt şərbətdə saxlanılır, yəni əlavə şəkərlə. Konservləmə prosesi bəzi maddələri azalda bilər. Fenolik fitonutriyentlərin 20-40%-ni, C vitamininin isə təxminən yarısını. Məsələn, sitrus meyvələrinin insultdan qoruyucu təsiri çox vaxt C vitamini ilə əlaqələndirilir. Amma bu təsir təkcə vitaminə görə deyil. İnsanlar sadəcə C vitamini həbi qəbul etdikdə eyni nəticə alınmır. Çünki sitrus meyvələrində C vitaminindən başqa bir çox qoruyucu maddə var. Yəni, bütöv qida hissələrinin cəmindən daha güclüdür. Təbiəti həblə əvəz etmək olmur. Bu, beta-karotin hekayəsini xatırladır. Yerkökü və göyərti yeyənlərdə xərçəng riski az idi, amma beta-karotin həbləri işə yaramadı. Hətta riski artıra bildi. Nəticə yenə eyni qalır. Məhsul həbdən üstündür.